Herkese salamlar. Bugün sizlerle ödeme mənbəyinin vergiyə baxacağıq. Qısa yolla ÖMV-yi görək nədir və çalışacağıq ki, Qrosaf hesablamasını da öyrənək ki, bu daha çox vacib olan bir düsturdur. Gəlin ilk öncə ÖMV-yi görək nədir? ÖMV-ni qısa yolla desək, yəni sadə şəkildə izah etsək, belə deyə bilərik ki, vergi bizim əlimizlə, yəni vergini ödəyən, gəliri olan şəxsdən dolayı yolla vergi almaq prosesidir. Yəni, nə deməkdir bu? İndi gəlin izahına baxaq. Əvvəlcə biz dərəcəsinə baxaq, ÖMV dərəcələrindən tanış olaq. ÖMV dərəcələri əsasən fiziki şəxslər üçün 14% müəyyən edilmişdir və bu rezident, qeyri-rezidentə aiddir. Yəni, qeyri-rezidentlər deyək ki, əcnəbilər və 6 ay müddətində çox yaşayan şəxslərə aiddir ki, bu artıq 14%-ə dəyişdirilmişdir. Və bölgələr üzrə də əmsallar müəyyən etmişdir. Bu, ÖMV-yə təkcə şəxslərdən deyil, həmçinin də fəaliyyətdə olan yerlərdən də, yəni sahələrdən də alınır. Və bu sahələrdəki özünə görə də yerləşdiyi yerinə görə, verimliliyinə görə əmsallara bölünür və bu əmsallarda şimal bölgəsinə görə var, cənub bölgəsinə və mərkəzi bölgəsinə görə. Bu yaxşı nə zaman istifadə olunur? Məsəl üçün, təsəvvür eləyək ki, yaşayış və qeyri-yaşayış sahəsini satışı zamanı və bu vaxtda belə bir düstur var və bu düsturdan istifadə etmək lazımdır. Və bu istifadə edərkən biz artıq sonda nə qədər vergi ödəyəcəyimizi tapırıq. Bu düsturda nələr var? İlk öncə həmin o torpağın sahəsi olmalıdır ki, nə qədər sahəsi var o torpağın. İkincisi əmsalı. Yəni, biraz öncə qeyd etdiyim kimi yerləşdiyi yerinə görə siz o əmsalı tapmalısınız. O əmsal da vergi xidmətində saytında yerləşdirilib, onun üzərində axtarıb tapa bilərsiniz. Vacib deyil onu əzbərləmək və 15 AZN var. 15 AZN-dəki bu vergi sahənin hər kvadrat metri üçün nəzərdə tutulur. Yəni, standart bir məbləğdir. Mütləq şəkildə əmsal dəyişsə də bu 15 AZN dəyişmir və onu vurursan və tapırsan sonda ki, sənin nə qədər vergi məbləğin var. Yəni, sonda nə qədər vergi verəcəksən. Bu oldu sahələrə görə, yəni torpağa görə. Bir də digər gəlirlər üzrə vergi var. Digər gəlirlər üzrə vergidəki biz qeyd etdik ki, faiz gəlirləri ola bilər. Məsəl üçün, bu 14%-dən tutulur, dividend olur, məsəl üçün, dividend vergisi 10%-dən tutulur, royalty, məsəl üçün, 14%-dən tutulur, icra haqqıdakı 14%-dən. İndi bunu Qrosafda daha yaxşı izah edəcəm və daha yaxşı başa düşəcəksiniz ki, ÖMV nə deməkdir. Və daha sonra gəl elektron və pul digər ödəmələrdə. Bunlarda da fərqli faizləri var, ÖMV faizləri. Bu, minimum 4%-dir, maksimum 10%-dir. Bütün ödəmələrə e-ticarətdir, elektron pul köçürmələrdir. Görürük ki, məsəl üçün, bizdən pul tutur 4-10%, məsəl üçün, bank hesabına, vergi xidməti və qeyri-rezidentlərə də aiddir ki, məsəl üçün, xaricdə yaşayan şəxslə əlaqən varsa, onu ödürsən, o artıq 10% tutacaq burada vergi. Sonra gəlir yerli müəssisələrdə, məsəl üçün, yerli müəssisələr olarsa, bu artıq 4-10% ərzində tutulur, məsəl üçün, elektron hər hansı bir xidmət göstərərsənsə. İndi gəlin baxaq Qrosaf nümunəsinə. Qrosaf nümunəsi nədir və necə hesablanır və nə üçün lazımdır? İlk öncə Qrosafı keçmədən öncə qayıdaq ÖMV-yə. ÖMV dedik ki, vergi dolayı yolla müəyyəni olmayan şəxsdən vergi tutmasıdır. Bu nə deməkdir? Deməli, belə bir təsəvvür eləyək ki, bir şəxsdir, fiziki şəxsdir, bunun müəyyəni yoxdur. Və buna bir sahə qalıb və o qərara gəlir ki, həmin sahəni icarəyə versin. Əlbəttə ki, vergi xidməti gəlib buna deyə bilməz ki, sən get vəyan aç və mənə gəlir vergisi ödə. Bu olmadığına görə vergi deyir ki, kim onu icarəyə götürəcəksə, mən həmin o şəxsdən tutub o vergini alacam. Yəni, bir sözlə, icarədən tutacağı vergini icarəyə götürəcəyi şəxsdən tutur vergi xidməti. Bunun üçün də mütləq şəkildə icarədə Qrosafı bilməlidir. Niyə? Çünki Qrosafı bilməsə, əlavə ödəniş edə biləcək. Gəlin, indi bunu izah edək. Təsəvvür eləyək ki, bir şəxsdir, bir dənə icarə yeri var, obyektdir və 1000 AZN bu icarəyə verir.
Və bir şəxs da gəldi, oranı icarəyə götürdü və bilirik ki, rəsmi qaydada mütləq şəkildə müqavilə bağlanmalıdır. Həmin o müqavilədəki göstərilən məbləğ də həm xərc kimi tanınır, həm də ki, vergidə tutulur və s. kimi. Və əgər icarədar götürən Qrosov anlayışının anlayışı olmasa və götürüb orada müqaviləyə 1000 AZN yazsa, sonda əlavə pul ödəmək olacaq. Niyə? İndi gəlin izah edək. Deməli, biz biraz öncə faizləri baxdıq ki, misal üçün dedik, dividend üçün 10%, icarə üçün 14% məbləğ tutulur. Yəni, gəlirinin məbləğindən tutulur. Təsəvvür eləyək ki, bizim elə bir faiz dərəcəmiz 100%-dir. Həmin o 100%-dən ümumi faiz dərəcəsini tuturuq. Yəni, icarəyə dedik ki, 14%-dir. Yəni, maksimum bizə limit qoyulub ki, 14% səndən vergi tutacam. Neçəyə götürürsən götür, mənim üçün maraqlı deyil. İndi həmin o 100%-dən 14%-ni çıxar, yerdə qalır 86. Deməli, bu 100% vergi sistemindən biz 14%-nin vergi verməliyik, 86%-i bizə sərbəst qalan vergidir, yəni ödəməyəcəyimiz vergidir. Həmin o 86%-i bizə, məsəl üçün, icarədə deyir ki, 1000 manata veririm. Həmin o 1000 manatı da 86%-i bölməliyik. Və yerdə nə məbləğ tapacaqsa, onu biz full şəkildə müqaviləmizə daxil etməliyik. Yəni, biz indi məsəl üçün tapdıq ki, burada 1162 manat 79 qəpik. Deyərə ödəyəcəyimiz net pul 1000 manatdır. Amma ÖMF-yə, yəni vergiyə ödəyəcəyimiz isə 162 manat 79 qəpikdir. Ona görə də biz müqaviləmizə bu məbləği full şəkildə qeyd etməliyik. Amma mütləq şəkildə bu məbləği də izahını vermək lazımdır ki, icarəyə ki, mən sənə 1162 manat 79 qəpik verməyəcəm. Bu mənim 1000 manat netə sənin icarə haqqındır. Qalan yerdə 162 manat 79 qəpik isə verginindir. Və bundan da artıq biz işimizi zəmanətə alırıq və Qrosov sayəsində biz müqaviləmizi də vergi ilə icarədar arasındakı olan münasibəti də tənzimləyirik və bir sözlə özümüzü sığorta edirik. Bu təkcə icarədara aid deyil, dividenda da aiddir və digər sahələrə də aiddir. Ona görə də mütləq şəkildə ÖMF faiz dərəcəsini bilmək lazımdır və həmişə 100%-dən çıxırsan həmin o verilən faiz dərəcəsini, yerdə qalan faiz dərəcəsindən nə qədər pul ödəyəcəksən, yəni net pulun sənə nə qədər deyibsə, məsələn, əmək haqqı olsun, dividendə verəcəyin pul olsun, onu böləcəksən həmin o tapdığın faizə və müqaviləyə mütləq şəkildə həmin o məbləği yazmalısan. Və beləliklə artıq sən gələcəkdəki əlavə xərcdən yayınmış olursan.